işarəsi normal fikrin burada olsun. Tire işarəsi diyaloglar olan zaman olur. Diyalog nədir? Yəni iki nəfərin söhbəti. Məsəl üçün burada verilib, Murad müəllim, sizcə uğurun sirri nədir? Sonra tire qoyub, Adəm uğurun sirri bezmədən çalışmaq məqsədlə addımlamaqdır. Bu Murad müəllimdən soruşur, Murad müəllim də ona cavab verir. İki nəfərin diyalogu gördünüzsə, bir hissədə belə gördünüzsə bunu, gözləməyin mətn başdan ayağa belə olacaq. Bir hissədə belə gördünüzsə, bəri götürürsünüz. Tire işarəsi istifadə olunub, yəni söhbət var, kimsə kiminləsə söhbət edir, bəri götürürsünüz. Sonra, əgər mətnin adında bir nağıl varilik, hekayə, məcazi anlam varsa, deməli həmin mətn bərdi üslubdadır. Bayaq dediyim məsələlərdir. Mətnin adı necə ola bilər? Məsələn, mətnin adı tutaq ki, ana məhəbbəti. Mətnin adına baxan kimi onsuz da adam başa düşür ki, burada nəsə bir şey var da bərdi mətindir. Sözün sirri, danışan qələm, keçmiş xatirə, sehirli vəsiyyət kimi adlar varsa, deməli həmin mətn bərdi üslubdadır. Özünüz artıq mətnin adından bunu tutacaqsınız. Daha sonra, əgər mətndə frazem yəni frazeoloji birləşmə deməkdir. Frazeoloji birləşmələr işlənibsə, məcazi mənalı ifadələr çoxluq təşkil edirsə, deməli həmin mətn bərdi üslubdadır. Bayaq dediyimiz məsələlər. Məcazi mənalı ifadələr nədir? Məsəl üçün, tutaq ki, mətnin hər hansısa bir yerində görəcəksiniz ki, dərin fikir yazıldı, üst tutdu, yola düşdü, nə bilim, cin atına mindi. Bu tip ifadələr görürsə, bərdiyə artıq bu bir işarədir. Daha sonra, əgər mətndə obrazlar varsa, həmin şəxslər mətndə bir-birinə münasibət bildirirsə, deməli mətn bərdi üslubdadır. Bayaq dediyimiz məsələ, dialoq var idi, o Adəmlə müəllimin dialoqu. Həmin hissə, yəni bərdi üsluba nümunədir. Bəs hardan bilək ki, publisistik